Sınavdan çıxandan sonra səhv elədiyim suallara baxıram və şoka düşürəm. Mən bu diqqətsizlik səhvlərini necə eləmişəm deyirsənsə, bu videoda onu həll eləməyə çalışacağıq. Bunun üçün sizə təklif edə biləcəyim həll yollarından biri nədir? Siz bu sınağı işlədiniz, tamam, əla. Sonra səhvlərinizə də baxdınız, gördünüz ki, çox belə absurd səhvlər eləmisiniz. Onlara özünüzə izah edin. Bu səhvi burada mən niyə eləmişəm? Nədir orada fikrim nə olub? Özünüzlə empatiya qurmağa çalışın ki, niyə bu səhv eləmisiniz? Daha sonra növbəti sınağı işləyəndə açın özünüz üçün yoxlayın. Ayrıca topludan da işləyə bilərsiniz. İşləyəndə artıq bunu özünüz işləyirmişsiniz kimi yox, yəni tək işləyirmiş kimi yox, yanınızda birinə izah eləyə işləyirsinizmiş kimi işləyin. Məsələn, tutaq ki, sualımız olsun, İngilis dilindən choose uncountable nouns desin bizə və variantları bir-bir oxuyursunuz, çaşdırırsınızsa, tutaq ki, yazılıb cloud birinci variantda. Sırası o kitabda, qayda kitabını yadınızda salırsınız. Orada hansı sözlər var idi və ya yanınızdakı uşağa izah eləyirmiş kimi. Cloud buna görə, məsələn, Azərbaycan dilinin çox söz olmasa da, qarşılığı, yəni eyni olmasa da, tutaq ki də buludu saya bilirik, bir bulut, iki bulut, üç bulut, clouds deyə bilirik, deyə bilirik. Demək ki, bu sayıla bilən isimdir, eləyə bilirik. Okey, bunun üstündən xətt çəkdik. Belə, bütün sualları yanınızdakı birinə izah eləyirmiş kimi işləməyə başlayın. Artıq fərqində olun test işlədiyinizin. Test çatım, ona çatım, buna çatım, bundan daha tez işləyim, işləmə vaxtımı azaldım. Xeyr, birinci biz işləmə vaxtımızı azaltmalı deyilik. Birinci diqqətimizi artırmalıyıq. Sonra işləmə vaxtımızı timer qoya-qoya azalda bilərik. Amma ilk olaraq fokuslanmalı olduğumuz şey, mən hamıdan tez 20 dəqiqə işləyim, qutarım olmamalıdır. Elə olanda ən tez işləyib qutaranların ən çox diqqət səhvi çıxanlar olur. Hər zaman bu belədir. Ona görə də düzdür, imtahana az vaxt qalıb. Lakin siz birinci götürün, bunları işləyin, işləməyi öyrənin, daha sonra işlədiyiniz vaxtı azaldarsınız. Bu taktikanı yoxlayın və faydalı olsa mənə də yazın.